Hə, indi ondan sonra bu söhbətə girmək istəyirəm ki, mənəvi təhrif eləyənlər öz istədiyi kimi maşallah necə istəyir, elə bir ki, Cəbrayıl buna gətirib. Başa düşdünüz? Hətta Cəbrayıl bununla görüşür. Bu istədiyi kimi ayə dəxilsiz ha, inan Allah, heç ərəbə düşən gülər özü. O sözü götürüb elə məna edir ki, bu dəxli yoxdur bunun. Heç dəxli yoxdur bunun ona. İstədiyi kimi də, yəni belə rahat. Burada nə var ki? Sən təsəvvürlə 14 əsrdir, sən demə İslam dünyası tamamən səhv istiqamətə gedirdi. Tamamən səhv istiqamətə. Bir nəfər birdən-birə çıxdı meydana, 14 əsr sanki yol səhv gedir, bir nəfər çıxdı ki, ay cəmaat, ayrılın, yol budur. Bu belə. Kimdir? Bəzi adamları belə olacaq. O da bəzi böyle sözlər var ki, adamlara xoş gələn, qəşəng bir iki dənə sözlər var da, onu deyirsən, bəzi dəyərləri gətirsən, verirsən ön plana, dəyəri dəyərlə üzbəüz qoymaq. O belə oradan bir iki kəlmə, buradan bir iki kəlmə, düşdünüz. Yəni, məsələn, misal üçün, adı nədir? Əsas həccə getmək deyir, misalda pulunu xəricdə, nə bilim, elmin yolunda, təhsilin yolunda. Elm yolunda, təhsil yolunda o qədər xərcli şeylər var, onu xərcdə. Ged evi sat xəricdə, nə maşını sat xəricdə. Oradan başla elə, inşallah çatarsan bu tərəfə. Həccə çatarıq. O qədər xərcləsi yerlər var. O qədər xərcləməli adamlar var ki, haramlara xərcləyir. Nə o harama xərcləmə, gəl bura xərclə ginən. Bir dənə qalıb həcc, məsələn. Misalda, axırı da belə. Quran-ı Kərimin mənəvi təhrif edənlər. Mənəvi təhrif üstündür. Yəni, ayədir, özüm bilərəm. Burada nə var ki? Bu cür. Ona görə bu mövzuya başlamışam. Allah nəsib etsin, dua edin ki, bu mövzunun haqqını əda eləyə bilim. İnşallah ümid edirəm ki, danışaram. Bir nəticələrə də yetişərik. Siz də oxuyun, qulaq asın və düşünün bu mövzular haqqında. Belə deyək də, gələk çalışır insan insafla, vicdanla qərarlar versin. İlk öncə özümə deyirəm. Daha sonra da özümü insanlara, qardaşlarıma, bacılarıma tuturam ki, bu məsələdə özümüzə sərf eləyəni yox, nəfsimizə xoş gələni yox. Nəfsimə xoş gələn söz 1000 də mənə deyərlər. Başa düşürsünüz? Nəfsə xoş gəlməklə deyil. Görün, Quran onu deyir, yoxsa əks təqdirdə sənin də orada əlin var. Sənin də orada əlin var. Sən də elə o cürünə gəlsin, onunla birlikdə gəlsin qiyamətin səhnəsinə. Bunlar böyük bir məsuliyyətdir. İnşallah ki, Allah bizim əlimizdən tutsun ki, Qurana sadiq olanlardan olaq. Elhamdülillah Rabbil Aləmin.